Əlbəttə, insan daima bilinməyən şeylərin, deyək ki, marağında olub. Onların da ulduzlara baxar, ulduzların yer dəyişməsinə görə insan talelərini haqqında nə isə bilmələri mümkün bir məsələ deyil. İslam dini bilmənalı şəkildə qeybin Allaha aid olduğunu bildirir. Kimisi evlənəcəyi şəxsi seçərkən ulduz falına baxdırır, kimisi şirkətinə işçi alarkən onun bürcünü soruşur, kimisi də övladını hansısa bürc altında dünyaya gətirmək üçün qeysəriyyə əməliyyatı elətdirir. Gələcəkdə nəyin baş verəcəyini bilmək hər zaman insanlar üçün maraqlı olub. Məhz bu marağı fürsət bilən bəzi işbazlar özlərini astroloq və ya ulduz falçısı kimi qələmə verərək insanların ciblərinə göz dikirlər. Halbuki yüzlərlə, hətta minlərlə işıq ili uzaqlıqda yerləşən səma cisimlərinin məişətə dair informasiya ötürmək imkanlarını elm adamları təksib edirlər. İnformasiyanın yayılma sürəti var. Bu da işıq sürətindən heç zaman böyük ola bilməz. Gələcəkdə baş verəcək bir hadisəni bizim bilməyimiz üçün o informasiya onda bizə işıq sürətindən də böyük sürətlə yayılmalıdır ki, gəlib bizə çatsın. Əslində isə insanlar hər zaman qeyri-müəyyən və qapalı şeylərə maraq göstərirlər. Nə bilinmirsə, nə qeyri-müəyyəndirsə, bu sahədə daha çox informasiya almaq istəyir. Bu da onun gələcəyini formalaşdırmaqda, gələcəyini qurmaqda onun üçün faydalı olacağını düşünür. Ancaq bu maraq hər zaman insana xoşbəxtlik və rahatlıq gətirmir. Xüsusilə də verilən vədlər özünü doğrultmadıqda insan daha böyük fəsadlarla üz-üzə qalır. Verilən ümidlər, vədlər və s. gələcəklə bağlı xüsusilə verilən vədlərdə həyata keçmədiyi zamanlar insan böyük bir ruh halında çöküntü meydana gəlir, böyük bir problemlərlə qarşılaşmağa, belə deyək də, ehtimalı daha böyük olur. Ki, bunun da fəsadları psixoloji narahatçılıqların, bir çox narahatçılıqlar var və ən deyək ki, yüngül sayılan depressiya narahatçılığına böyük ehtimalla səbəb olma faizi çox yüksəkdir. Maraqlıdır ki, astroloqlar və falçılığın digər növləri ilə məşğul olanlar İslami mənbələrə istinad edirlər. Halbuki İslam dini birmənalı şəkildə fala baxmağın da, baxdırmağın da əleyhinədir. İslam dini bütün xurafi düşüncələri, kəhanətləri, falı, falçılığı və buna bənzər ismi nə olursa olsun, istər bu keçmişdə olsun, istər də müasir dövrümüzdə olsun, bütün bunların hamısını, belə deyək, əlinin arxası ilə bir tərəfə atır. Fala inanmanın insanların dini və elmi baxımdan cahil olmaları ilə əlaqələndirən ilahiyyatçı İslamın bürclərə və digər səma cisimlərinə qarşı olmadığını bildirir. Bürclərə qarşı, aya qarşı, günəşə qarşı, Rəbbimizin kainatda yaratdığı bu məxluqlara qarşı qətiyyən deyilik. Məsələ burasındadır ki, bütün bunlar istər günəş olsun, istər ay olsun, istər havası olsun, istər dağları, vadilər olsun, bütün bunlar Rəbbimizin yaratdığı səbəblərdir. Səbəbləri ilah etmək. İnsan həyatında, insan talihində Allah yerinə qoymağa çalışmaq təbii ki, batil inançlardan sayılır. Digər tərəfdən isə ulduzlar böyük bir sistemin parçasıdır. Yəni ulduzlarla bağlı hər hansı bir informasiya almaq üçün bütövlükdə sistem, eləcə də səma cisimlərinin yer dəyişmələri barədə məlumatlı olmaq lazımdır. Astroloqların isə bu qədər həssas tarazlığı müşahidə etmək imkanları yoxdur. Məsələn, ulduzların bir il ərzində yer dəyişməsi çox cüzidir. Yəni, ən yaxın ulduzun il ərzində yer dəyişməsi bir saniyədən də kiçikdir. Falçıların yanıldığı digər məqam isə milyonlarla insanın talihlərini eyni cizgidə dəyərləndirmələridir. Astroloqlar adətən insanları xarakterlərinə görə bürclərin sayına uyğun olaraq 12 tipə bölürlər. Bu isə o deməkdir ki, dünyada mövcud olan 6 milyard insanın hər 500 milyonu bir tipə daxildir. Yəni bu hesaba görə 500 milyon insan eyni talihini yaşamalıdır. Ancaq təcrübə və praktik onu göstərir ki, nəinki 500 milyon insan, əkiz bacı və qardaşlar belə müxtəlif talihləri yaşayırlar. Falçılıq bir tordur, bir tələdir. Eyni zamanda insanı aldadan, insanı istismar edən, insan sevgisini, insan düşüncəsini, insan psixologiyasını gerçəkdən zədələyən, insanın imanına zərər vuran amillərdən sayılır.